adətən həmişə makler evləri paylaşırdıq. Bu gün ustanın öz evini paylaşırıq. Həqiqətən də keyfiyyət axtarırsınızsa, gəlin, ustanızı da gətirin. Hansı bir tərəfindən istəyirsə, yoxlasın. Bu evdə keyfiyyətə söz ola bilməz. Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. 2 sot torpaq sahəsində inşa olunub, 6 daş kürsülüdür. Evin yan və arxa tərəfinə keçmək olur. Özünüz də şahid olursunuz təqdimat zamanı. Həyətin işıqlanması hər birisi var. Hər tərəfdə işıqlanması var. Həyətə daxil olan avtomobil qapısı 4 metr enindədir. 350 hündürlüyündə həyətin trapına kimi mövcuddur. Bütün kommunallar var, sayğaclar quraşdırılıb, mərkəzi kanalizasiya sistemi. Gül kolları əkilmək üçün də yer saxlanılıb, hündür zirzəmisi var ki, alt hissəsinə artıq əşyalarınızı yığa bilərsiniz. Fon işıqlar da var ki, indi görsənməyə bilər işıqlar. Gecə vaxtı rahat şəkildə görkənir. Evimizin bir hissədə terras hissəsi var. Bəzilərində bu olmur. Gördüyünüz ki, birbaşa pilləkəndən evə daxil olsan, amma burada terras hissəsi var. Burada da stol qoyub oturmaq olar. Daxil olaq əsas hissəsinə ki, super təmirdir. Həqiqətən də super təmir, əsl keyfiyyət. Qranit metlaq gördüyünüz hissələr hamısı istipoldan təchiz olunub. 4 dövrəmə cütdaşdan inşa olunub. Fundament, kəmər hər birisi evimizdə mövcuddur. Baxın, gözəlliyə baxın. Çırçıraqlarına kimi hər birisi asılıb, sport işıqlar, figurlardan bəzəklib. Sol tərəfdə yerləşir evimizin qonaq otağı. Evimizdə üstünlüklər nədir? 5 otaqdır. O ki, ev sahibinin yaşlı insan olduğu halda, qonaq gəldiyi halda aşağıda da bir otaq var ki, əlavə olaraq istifadə edə bilərsiniz. Kondisioner xətti klassik üstə təmir olunub, şəbəkə pəncərə həyət yanı sahəsinə baxır. Qapılarına kimi bahalı qapılar, döşəməsi laminatdır. Birinci mərtəbədə yerləşir qonaq otağı. Bu hissədə digər yataq otağı, mətbəx, sanitar qovşaq. Yataq otağının birinci mərtəbədə olan ölçüyə baxın. Çox geniş ölçüsü var. Pəncərəsi öz həyət yanı sahəsinə baxır. Bu hissədə isə yerləşir evimizin mətbəxi. Mətbəx də yəni pəncərəsi öz həyət yanı sahəsinə baxır. Mətbəx, koridor, hamam otağı istipoldan təchiz olunub. Bütün kameralar da mətbəxdə mövcuddur. Burada yerləşir evimizin sanitar qovşağı. 60-120-yə qranit metlaqdan tavanı asma tavandır. Qalxaq ikinci mərtəbənin təqdimatına. Dəyərli izləyicilərimiz, qiymət gözəl, qiymətli. Həqiqətən bugün satışda olan ən geniş 5 otaqlardan biridir və qiymət də münasibdir. İkinci mərtəbənin dəhlizindəyik. Burada da bölgü dəhliz vasitəsindən 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. Bu hissədə yerləşir yataq otağından birincisi. Burada digər yataq otağı yerləşir. Bu hissədə isə ən geniş yataq otaqlarından biridir. Kondisioner xəttinə kimi hər bir otaqda atılıb. Çox evlərdə bu yoxdur. Amma kondisioner xətti burada hər bir otaqda mövcuddur. Pəncərələri öz həyət yanı sahəsinə baxır. Evimizin start və qiymət olaraq, hörmətli izləyicilərimiz, 137 manata təklif olunur. Şəxsən bunu mən özümdən deyirəm ki, bizim müştəriləri, gələn müştərilərə böyük endirim olunacaq. Burada isə ikinci mərtəbənin terras hissəsi. Buna eyvan deməzdim, çünki çox genişdir. Hündür bir ərazidə yerləşir. 6 nömrəli məktəbin tam yaxınlığında, marşrut xəttindən də arası 100 metrlik məsafədədir. İzlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, videoları bəyənməyi unutmayın. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat